Hər vaxtınız xeyir olsun əziz müəllimlərim. Bu sualın izahına baxaq. Yenə Naxçıvanda keçirilən ART-nin sınavından bir sual nümunəsidir. Mən bunun sizə ədədi sisli olan versiyasını atmışdım. İndi həndəsiz sislə siz sualın özünü atıram. Baxın, hər ikisi x, y, z ədədləri və x bu ədədlər ədədi yox, həndəsiz sislərin ardıcıl 3 həddir. Ədədi sisli ilə olan izahı da paylaşmışam. Ola bilər ki, bəlkə imtahanda ədədi düşər. Biz hər ikisinə baxdıqda elə deyilmi? İndi, əgər seslərin, həndəsiz seslərin xassəsindən istifadə edirəm, deyir ki, ardıcıl həddir. Yəni, onda ortadakı həddin kvadratı bərabər olacaq x vurulsun z-ə. Həmçinin, burada yenə ortadakı hədd y plus z-in kvadratı deyilmi? Nəyə bərabər olacaq? Deməli, x üzərinə gəlinsin y, x plus z hasilinə bərabər olacaq. İndi, burada tənliyi sadələşdirmək lazımdır. Yəni, bu tənliyi açsaq, birincinin kvadratı, birinci ilə ikincinin hasilinin 2 misli üzərinə gəlinsin ikincinin kvadratı. Bunu da açsaq müəllimlər, x-in kvadratı, xz, xy, yz. Yuxarıda nə verib? Deyir ki, y kvadratı xz-ə bərabər. Yəni, bunun yerinə, və burada yazıram da, mən bir dəfəlik silmirəm. Xz yazıram. Baxın, xz burada da var. Burada da var. Getdi mi? Bəli, ay Zöhrə müəllimə, getdi. 2 dənə yz, bir dənə yz. Qalırmı? Yz üzərinə gəlir. Z-in kvadratı bərabərdir. X kvadratı üzərinə gəlir xy. İndi, burada z-i çıxardıram mötərizənin xaricinə. Baxın, z-i çıxardıram. Qalır y plus z. Digər tərəfdən isə x-i çıxardıram. Qalır. Sadə hesablamadır da, yəni sadə şəkildə hesablayırıq. İndi seslə vurğunu tapmaq üçün mən bilirəm ki, x, y, z ardıcıl həndəsiz seslərin həddləridirsə, y-imiz nəyə bərabər olacaq? X-i q-yə vuranda y-i alırıq. Yəni, y bərabərdir, x vurulsun q. Həmçinin z-i tapanda z də bərabər olacaq. Artıq y-in yerinə x vurulsun q, bir dənə də q yazsaq, x vurulsun q-nin kvadratı. İndi bunlar müəllimlər gətirib burada yerinə qoyub yazacam da. Olacaq x vurulsun q-nin kvadratı, x vuraq q üzərinə gərək x vuraq q-nin kvadratı bərabərdir. İndi bu tərəfdə gətirib yerinə qoyuram, yazıram. X vurulsun, x üzərinə gərək x vuraq q. Bu da sadə hesablamadır. Hesablayırsınız ümumilikdə. Bax, x q-nin kvadratı, buradan da x-i çıxartsaq, qalır x kvadratı q-nin kvadratı. Burada isə qalır q üzərinə gərək q-nin kvadratı. Bərabərdir. X vurulsun. Buradan da x-i çıxartsaq, bir dənə də x, 1 plus q. X kvadratları dınqıldayıb gedəndə, buradan bir dənə də q-ni çıxarsam, q kubu 1 plus q bərabərdir 1 plus q. Bunlar da dınqıldayıb gedəndə belə bir ifadə qalır. Q kubu bərabərdir 1-ə. Q də bərabərdir. Onda 1 olur. Yəni, bizdən də elə q-ni soruşuldu, cavab oldu 1.